الله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا حبيب قلوبنا شفيع ذنوبنا أبي القاسم محمد. اللهم صل على محمد وآل محمد وعلى آله الطيبين الطاهرين المعصومين المكرمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. قال الله تعالى في كتابه العزيز: بسم الله الرحمن الرحيم. شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان. آمنا بالله وصدق الله العلي العظيم. Esselamu aleyküm eyyuhel mu'minun ve rahmetullahi ve berekatuhu. Aziz müminler, Allah'ın selamı, rahmeti ve bereketi üzerinize olsun. Mübarek Ramazan ayının ilk cümesinde Allah Teala sizleri, bizleri, bütün müminleri bu mübarek ayın rahmetinden, bereketinden bir nasip etmesin inşallah. Varlık alemi bütövlükte İlahi rəhmətdən bir sızıntıdır. Yaradılış bütövlükdə Allahın rəhmətinin yansımasıdır, Allahın rəhmətinin təcəllisidir. Ona görə də rəhmət sifəti Allah-u Teala'nın ən ali sifətlərindəndir. Və Rəhman və Rəhim adı Allahın ən uca adlarındandır. Məhz bu cəhətdən biz görürük ki, Quran-ı Kərimdə Tövbə suresi istisna olmakla her bir surenin evveli Bismillahirrahmanirrahim, Rahman ve Rahim olan Allah'ın adıyla diye başlıyor. Ümumiyyətlə Qurana nəzər salsaq görərək ki, Quran Allah'ın adıyla başlayır. İlk kəlmə nədir Quranda? Bismillahirrahmanirrahim. Allah'ın Rahman ve Rahim iki rahmetine işare olunur. Çünkü bir rahmetur rahimiye var, bir de rahmetur rahmaniye var. Rahmetur rahmaniye bütün varlıklara olan rahmettir. Allah bu dünyada varlık aleminde, yaratılış aleminde onu təsdiq eden, ona inanana da rahm eder, ona küfür edene de rahm eder. Rahmetur Rahimiye Allah Teala'nın ahirette yalnız mümin bəndələrinə, əməl salih bəndələrinə həsr edəcəyi rəhmətdir. Ona qədər bazı dualarımızda var ki, Ya Rahmanı dünya və Rahimil axirə, ey dünyanın rəhmanı və ahiretin rəhimi. Quran Bismillahirrahmanirrahim ilə başlayır. Son söz Quran-ı Kərimdə nədir? Minel cinneti ve nas. Nas sözü, yani insanlar sözü. İlk söz Allah'dır, Allah'ın adıdır. Kur'an'daki son söz insanlardır. Kur'an-ı Kerim'de tam ortada olan kelime وَلْيَتَلَتَّفْ kelimesidir ki lütfkarlık etsinler. Yani Allah'tan bəndəyə olan bir lütfdür Kur'an. Allah'tan bəndəyə gelen bir rəhmətdir. Quran-ı Kerim Allah-u Teala'nın rəhmətləri içərisində ən böyük rəhmət təcəllisidir. Ramazan ayındaki sözümüzün əvvəlində Quran ayəsindən tilavət etdik. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an hudən linnəsi və beyinatin minəl huda vəl furqan. Ramazan ayının iki böyük xüsusiyyəti var. Bir budur ki, Quran-ı Kerim bu ayda nazil olubdur. Quran-ı Kerim bu Ramazan ayında Qədir gecəsində nazil olubdur. İkinci xüsusiyyəti budur ki, bu ayın orucunu tutmaq insanlara vacibdir. Kutubə aleykumus-siyam kəmə kutubə aləllezine min qablikum. Ey iman gətirənlər, oruc sizdən öncəkilərə vacib buyurulduğu kimi sizə də vacib buyuruldu. Orucun iki tərəfi var. Bir zahiri tərəfi var. Ki bu şəriət kitablarında orucun zahiri tərəfləri qeyd olunur. Fəqihlərimiz, ümmətin mərcəyi təqlidləri, fiqh tədqiqatlarında, risalə-i əməliyyələrində, izahlı şəriət hökmləri barədə yazdıqları kitablarda orucun bütün hökmlərini, zahiri hökmlərini qeyd ediblər. Oruc nə vaxt tutmalısan, nə vaxt iftarı açmalısan,
orucu batil edən əməllər hansıdır? Hansı hallarda həm kəffarə, həm qəza vacib olar? Hansı halda yalnız qəza vacibdir? Hansı halda yalnız kəffarə vacibdir? Bütün yəni zahiri məsələlərini tam ehtiva edib. Bu barədə şəriətdə fəqihlərimiz, din alimlərimiz araşdırıblar, mərcə təqlidlərimiz yazıblar və biz də mərcə təqlidlərimizdəki təqlid edirik. Onların Quran-ı Kərimdən və hədislərdən çıxartdıqları hökmləri, nəinki Ramazan, ümumiyyətlə bütün hökmləri oradan çıxartdıqları hökmlərini inirik, oxuyub əməl edirik. Bu şəriət hökmləridir, orucun zahiri hökmləridir. Bir də orucun batini hökmləri var, orucun mənəvi qaydaları var. Ki, orucun mənəvi qaydalarına xələl gətirmək orucu mənasız edir. Surət olur, amma ruh yoxdur. Forma var, amma məzmun yoxdur. Ona görə də Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Rubba saimin hazzuhu min siyamihil cə'u vəl-ətəş. Bəlkə də elə oruç tutan var ki, onun oruçdan nəsibi nədir? Yalnız aclıq və susuzluğun əziyyətidir, başqa bir şey deyil. Adam yəni yalnız ac qalıb və susuz qalıbdır. Çünki orucun mənəvi qaydalarına riayət etməyibdir. İnsan əgər orucun mənəvi qaydalarını pozarsa, mənəvi adabına xələl gətirərsə, surət olar, amma ruh olmaz. Fatimə-i Zəhra salamullah aleyhadan bu hədis nəql olunur ki, xanım Zəhra buyurdu ki, Mə yəsnə'us saimu bi siyamihi izə ləm yəsun lisanəhu və səm'əhu və basarahu və cəvarihəh. Oruç tutan əgər dilini, qulağını, gözünü, bütün bədən üzvlərini qorumursa, tutduğu oruc nəyə dəyər? Yəni, tutduğu orucun nə mənası olar artıq? Heç bir mənası olmaz. Orucun insan gərək mənəvi qaydalarına riayət eləsin. Odur ki, İmam Cəfər Sadiq əleyhissalam orucun bizə mənəvi tərəflərində izah edir. Yəni, biz şəriət kitablarında oxuyuruq ki, 10 əməl və ya 9 əməl orucu batil edir. Gün ərzində diqqət edirik bunlardan çəkinməyə. Bunlar vacibdir, yerindədir. Formanı qorumaq üçün bunlar lazımdır. Çünki bunlardan birinə xələl gətirsən, orucun formasını pozarsan. Orucun formasını pozdun, oruc oldu batil. Amma bu ilə yanaşı bunun bir iç var, bir ruh var bunun ilə yanaşı. Ki onu da qoruman tələb olunur. Onu qorumasaq oruc mənasız bir şeyə çevriləcəkdir. Surət olacaq, ruh olmayacaq. Cəsəd olacaq, ruh olmayacaq. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, İzə sumtum fəhfəzu əlsinətəkum anil kizib. Oruç tutsanız neyini? Dilinizi yalandan qoruyun. Və qaddu əbsarakum, gözlərinizi haramdan çəkin. Mübahisə etməyin, bir-birinizə həsəd etməyin, qeybət etməyin. Oruç tutanda deyir, fəlyəsum səm'uka və basaruka, qulağın da oruç tutsun, gözün də oruç tutsun, dərin də oruç tutsun, bütün varlığın oruç tutsun. Oruç tutduğun gün digər günündən fərqli olsun, eyni olmasın. Bax, indi biz Ramazan ayındayıq, bu mübarək aydayıq. Əgər bizim yəni bu günlər ki, gedir ki, Həzrət Rasulullah bu Ramazan ayını vəsf eləyəndə nə cür vəsf elədi? Dedi, əyyəmuhu afdalul əyyam. Günləri ən üstün günlər. Ləyalihi afdalul ləyali. Gecələri ən üstün gecələrdir. Saatu afdalul saat. Bu, hər saatı ən üstün saatlardır. İndi biz bu günlərimizi, bax bu Ramazan günləri, digər günlərlə eyni olsa, fərq bunda olsa ki, biz sadəcə yemədik, içmədik, orucun mənəvi qaydalarından heç nə əldə eləmədik. Orucun ruhun yaşamadıq. Ona görə imam buyurur ki, oruç tutduğun gündən digər günün eyni olmasın, fərqli olsun. Ki, bu gündə sən ilahi bir ziyafətdəsən. Mübarək Ramazan ayı insanın islah olması üçün səmanın göndərdiyi bir layihədir. İlahi bir layihədir. Ramazan ayı bütövlükdə bir ilahi layihədir. Bu gəlib insan islah olsun, insan özünü islah eləsin, özünü düzəltsin. Hər bir şeyin baharı var. Ramazan da ruhların baharıdır. Ramazan
ruhların həyatıdır. Ümumiyyətlə biz baxsaq, diqqət etsək, İslamda bütün ibadətlər, dinimizdəki bütün ibadətlər insanın ruhunu inkişaf etdirmək üçündür. İnsanın mənəviyyatını yüksəltmək üçündür. Buna yönəlikdir, hədəf budur. Yəni, hədəf elə əyilib qalxmaq, ac qalmaq, susuz qalmaq, zikr etmək, bunlar deyil. Zahir görünən deyil. Hədəf bunun arxasındadır. Hədəf insanın ruhunun inkişaf etməsidir, ruhun yüksəlişidir, mənəviyyatın yüksəlişidir. Bəzən ola bilər biz buna diqqət etmirik. Amma haqqı ilə yerinə yetirilən ibadət, mənəvi adabı ilə yerinə yetirilən ibadət insanda ruhunu inkişaf etdirir. Oruc barədə Allah Teala nə buyurur? Ləalləkum təttəqun. Bəlkə təqvalı olasınız. Əvvəla burada diqqət edək ki, Allah Teala heç vaxt tərəddüd etməz. Ayədə deyir ki, ey iman gətirənlər, sizdən öncəkilərə oruc vacib buyuruldu, kimisə də vacib buyuruldu. Niyə? Ləalləkum təttəqun. Bəlkə təqvalı olasınız. Ləallə bəlkə, ümid var burada biraz, ehtimal var. Nəticənin baş verməsi ehtimalidir, ehtimali xarakter daşıyır. Allah üçün ehtimal yoxdur ki. Bu ehtimal bizə yönəlikdir ki, ey insanlar, elə düşünmə ki, elə mən girdim, bu Ramazan ayı başladı, sübh azanında yeməkdən, içməkdən, şəhvətdən falandan imtina etdim, bir də məğrib azanında başladım, bunlardan istifadə etdim. Yəni, orucun surətini yerinə yetirdim, orucun formasını yerinə yetirdim. Elə bilmə, bundan təqva əldə eləyirsin. Yox. Belə deyil bu. Burada keyfiyyət gərəkir. Bu keyfiyyət olmasa, təqva olmayacaq. Mənəvi adab olmasa, təqva olmayacaq. Ləalləkum təttəqun, baxmaya görə də bəlkə təqvalı olasınız. Əgər biz bu orucu tutanda zahiri ilə yanaşı bunun mənəvi tərəflərində yaşasaq, adabında yerinə yetirsək, o zaman təqva əldə eləyəcəyik. Təqva orucun fəlsəfəsidir. Oruc insanda təqvanı formalaşdırmaq üçündür, insanın təqvasını inkişaf etdirmək üçündür. Təqva nədir? İradə. İnsan haramlar qarşısında yox deyə bilsin. İnsan mənəvi dəyərlərlə maddi dəyərlər arasında seçim edəndə mənəviyyatı üstün tutsun, mənəviyyatı maddiyyata qurban verməsin. İnsana iradənin inkişaf etdirir oruc. İnsan iradəsini möhkəmləndirir, gücləndirir. Nə cür gücləndirir? Bax, indi burada oturmuşsunuz, hamınız əlhamdülillah oruçsunuz, əksəriyyətiniz, hamınız inşallah. Biyoloji tərəfimiz müəyyən tələblərdədir bu zaman. Susuzluq, biyoloji varlığımız su istəyir. Acıqsa biyoloji varlığımız qida istəyir və ilə axir və s. Amma biz bu biyoloji tələblərimizə yox deyə bilirik. Yox deyirik. Bəlkə də içimizdə elələr var ki, ümumiyyətlə gün ərzində heç qida barəsində düşünmür, fikirləşmir. Qida təsəvvürü zehnindən silinib gün ərzində, yəni artıq ki, sübh namazı oldu, zehninə gəlmir ki, yemək olsa yeyərdim, məsələn. Bunu heç zehnindən keçmir. Necə ki, məsələn, indi burada oturan hər kəs haşa, heç kimin zehnindən keçməz ki, şərab içsin. Kimin zehnindən belə bir günah keçir. Burada oturanlar şərab məsələsində hamımız məsumsuz. Kəsbi məsumluqda, bu kəsb etmişsiniz, əldə eləmişsiniz. Bütün günahlara qarşı belə ola bilərik. Necə ki, heç zehnimizdən keçmir ki, məsələn, şərab içməyə. Mümkün də elə bir hala gələr ki, zehnimizdən heç qeybət keçməsin, həsəd keçməsin, harama baxmaq keçməsin, haram heç düşünməyə, fikirləşməyə. İnsan özünü bu cür inkişaf etdirə bilir, bu səviyyəyə gəlib çata bilir ki, ruhda bu qüvvə var, Allah bu qüvvəni qoyub bizim ruhumuzda. Oruc bax bizdə bu iradəni inkişaf etdirməkdən ötürüdür ki, biz biyoloji tələblərimizə gün ərzində iftara qədər yox deyə bilirik. Çox mühüm məsələdə yox demək. Hər şey yoxla başlayır. La ilahə illallah. Öncə bütün ilahları inkar edirsən. La ilahə, heç bir ilah yoxdur. İllallah, Allah Teala'dan başqa. Ki Allahın varlığını təsbit edirsən. Allahın varlığına inanmaq üçün öncə nə etmək lazımdır? Bütün ilahları inkar etmək lazımdır. Sən hər şeyə yox deyirsən, Allahdan savayı, Allahın istəklərindən savayı hər şeyə yox deyə bilirsən. Bu səndə iradəni gücləndirir, səndə mənəvi immunitet yaradır.
Mənəvi immunitet bilirsə, bir var maddi, biyolojik baxımdan immunitet ki, insanın immuniteti yüksək olanda yanından xəstə keçəndə və ya bir xəstəyin oturub söhbət eləyəndə xəstəlik ona sirayət eləyə bilmir. Çünki eləsə də bədən müqavimət göstərir, qoymur mikroblar buna təsir eləsin. İnsanın da mənəviyyatı yüksək olanda, güclü olanda, mənəvi immuniteti yüksək olanda, insan məsələn, o cahillər, günahkar insanlar, fəsad içində yaşasa belə bulaşmır o fəsada. O mənəviyyat qoymur onu bulaşsın, iradə onu saxlaya bilir. O haram gələn hər bir ləzzətlərə yox deyə bilir. Çünki sən Ramazanda halal nemətləri yox deyə bilirsən. Normalda yemək, içmək və halal şəhvət bunlar halaldır. Ramazan ayında Allah bizə inkişaf etdirməkdən ötürü, ruhumuzu gücləndirmək, iradəmizi, təqvamızı gücləndirməkdən ötürü bu halalları bizə haram deyir. Gün ərzində, sübhdən axşama kimi. Normalda bunların hər biri halaldır. Biz halala belə yox deyə biliriksə Allah üçün, sabah haramla qarşılaşanda ona yox demək daha rahat olmalıdır, daha asan olmalıdır. Beləcə Ramazan ayı bizdə təqvanı yüksəldir, təqvanı artırır. Oruc, bax, nəfsinə cihaddır, ən böyük cihad burada öz əksini tapır. Biz hər gün burada nəfsimiz üzərində qələbə çala bilirik, nəfsimiz üzərində zəfər qazanırıq. Oruçdan deyir, 2 dəfə sevinərdə, bir iftar açanda sevinir, bir də qiyamət günü orucunun savabını, mükafatını alanda sevinəcəkdir. Biz hər gün nəfsimizə yox deyə gəlirik, iftarda ki, Allahumma ləkə sumtu və alə rizqə aftartu deyirik ki, ilahi sənin üçün oruç tutum, verdiyin ruzu ilə iftar edirəm. Və onda biz nəfsin üzərində qələbə çalmış oluruq. İmam Cəfər Sadiq əleyhissalam buyurur, şiətuna əhlul fəthi və zəfər. Bizim şiələrimiz fəth və zəfər əhlidir. Yəni nəfsi üzərində zəfər, qələbə qazananlardır bizim şiələrimiz. Nəfsin üzərində qələbə qazana bilirsən. Mevlana'nın gözəl bir sözü var. Mevlana deyir ki, ey insan, Firon da sənin içindədir, Musa da sənin içindədir. Elə et ki, içindəki Musa, içindəki Firona qalib gəlsin. Allah Musa'ya nə dedi? Dedi, İzhəb ilə Firon innəhu tağa. Get Fironun yanına, o tuğyan eləyib, həddin aşıb. Sən nəfsə bunu deməlisən ki, nəfsim, sən həddi aşmısan. İndi mən səni qivamə gətirəcəm, bir həddə gətirəcəm ki, Allah istəyir ki, sən o həddə olasan, o həddə gətirəcəm səni. Bunun nəyin sayəsində eləyirsən? O təqvanın sayəsində eləyirsən. Ramazan dedi ki, insanın dəyişilməsi üçün, insanın yüksəlişi üçün ilahi bir proqramdır, ilahi bir layihədir. Ramazan insanın əxlaqını gözəlləşdirmə ayıdır. Bu ayda insan əxlaqının gözəlləşməsinə çalışmalıdır. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur, vəhfəzu əlsinətəkum. Dilinizi qoruyun. Və qaddu əmmə lə yəhillun nəzəru iləyhi absarakum. Baxılması halal olmayan şeylərdən gözünüzü çəkin. Və əmmə lə yəhullul istima' iləyhi əsma'akum. Eşidilməsi halal olmayan şeylərdən qulağınızı qapayın, qulağınızı çəkin. İnsanların yetimlərinə mərhəmət edin, şəfqət göstərin. Ey insanlar! Hər kəs bu ayda əxlaqını islah edərsə, qiyamətin günündə ayaqların sirat körpüsündən sürüşəcəyi günündə onun ayaqları sirat körpüsündə sabit qədəm olacaq. Bu ay əxlaqın gözəlləşdirmə ayıdır. Orucun ruhu budur. Oruçdan əsas məqsəd insanın gözəl əxlaqi dəyərlərlə əxlaqlanmasıdır. İlahi dəyərləri mənimsəyib, ilahi dəyərlərlə yaşamasıdır. Oruc mələklərə iqtida etməkdir. Mələklər nə cür varlıqlardır? Əmir əl-Mömin əleyhissalam buyurur ki, Allah Teala mələkləri yaratdı, onlara ağıl verdi, şəhvət vermədi. Heyvanatı yaratdı, heyvanata ağıl vermədi, şəhvət və digər hisslərin hamısını verdi. İnsanı yaratdı, insana hər ikisini verdi. Və insanı şərəfləndirdi. İnsan əgər ağlı, nəfsani istəklərinə, şəhvətinə hakim olarsa, mələkdən yüksəyə qalxar. Yox, insan ağlını
nəfsinin quluna çevrilərsə, mələkdən aşağı düşər. Mələklər şəhvətdən kənar, yemədən, içmədən Allahı zikr edib ibadət edər. Orucda biz onu mələklərə iqta edirik, yemirik, içmirik, şəhvət hisslərindən imtina edirik, bunlara yox deyə bilirik və Allahımızı ibadət edirik. İstəyirik mələklərə bənzəyək. Ona görə də orucun əsas qayəsi, məqsədi insanın bax o ilahi əxlaqla əxlaqlanmasıdır. Əxlaq bütün peyğəmbərlərin əsas dəvəti olubdu. Bütün peyğəmbərlər əxlaqa dəvət eləyiblər. Necə ki, tohidə dəvət eləyiblər, eləcə də əxlaqa dəvət eləyiblər. Çünki tohidin özünü biz araşdırsaq, baxsaq, incəliyinə kimi baxsaq, görəcək ki, tohid əməli əxlaqdır. Tohid özü əməli əxlaqdır. Və eyni zamanda əxlaqa da diqqətlə baxsaq, görəcək ki, nəzəri tohid də bunun içərisindədir. Bir-birinə sırf bağlı məsələ. Çünki əxlaq təkcə bunu düşünməyə, bu olar, bu olmaz, bundan ibarət yox. Olar, olmaz, təkcə bundan ibarət deyil. Əxlaq daha yüksək bir məsələdir. Əxlaq insanın özünü arındırması, saflaşdırması, insanın gəldiyi mənbəyə doğru seyr etməsidir. İnna lillah və inna ileyhi raciun. Hamımız Allah'ın və hamımız Allah'a doğru dönəcəyik. Bax, Allah'a doğru seyirdir. Bu seyirdə sən nə qədər arına bilirsənsə, maddi tərəfdən imtina bağlılıqlardan qurtula bilirsənsə, yerə bağlılıqdan qurtula bilirsənsə, bioloji varlıqlarından, bağlılıqlarından qurtula bilirsənsə, bəşəri acizliklərindən qurtula bilirsənsə, ki bunların hamısını diktəsindən çıxa bilirsən, iradən, sənin iradən bunlara diktə eləyir, sənin ruhun cismə diktə eləyir. Bu cür olur ha. İnsanın ruhu böyük olanda cism ona tabi olur. Amma ruh cılız olanda ruh cismə tabi olur. Bax, əxlaq budur ki, sən ruhu arınırsan, təmizləyirsən, o hala gətirirsən ki, artıq ilahi təcəllilər səndə baş verir. Sən Allahın adlarının və sifətlərinin bir təcəllisinə çevirirsən. Necə ki, bütün peyğəmbərlər və başda Həzrəti Muhammed sallallahu aleyhi və səlləm və əhl-i beyt imamları bu məqama çatmış insanlardır. Bizdən də tələb olunan budur ki, biz bu hədəfə doğru hərəkət eləyək. Və orucun da mahiyyəti budur ki, bizi islah etmək istəyir ki, biz Rəbbimizə doğru bu seyrdə irəliləyək. Ruhumuz o yüksək aləmdən ki gəlib, o aləmə ki qaydacaq, biz ruhumuzun əzəmətini dərk eləyə bilək. O əzəmətə ki gedib qovuşacaq, onu o əzəməti dərk eləyə bilək. Yoxsa Allahın bizlə nə işi var ki, ac saxlayır bizi, nə bilim, deyir, axşam ye, falan ye. Bəzilərimiz elə ancaq qalmışıq, məsələn, sahurla iftar arasında elə. Fikrimiz səhər sahurdadır, bəzən iftardadır. Amma qovğa bu deyil. Dava bunun davası deyil. Dava sənin o maddi bağlıqlardan qurtulmandır, bioloji bağlıqlardan qurtulmandır ki, sən ilahi dəyərlərə hər şeydən üstün tuta biləsən. Allahu Ekber deyəndə Allah sənin ruhundan böyük olsun. Əmir əl-Mömin əleyhissalam təqvaları vəsf eləyəndə nə cür deyir? Deyir ki, Azuməl xaliqu fi ənfusihim və səğurə mədunəhu fi ə'yunihim. Allah onların içlərində, ruhlarında ən böyükdür. Allah'tan qeyri hər şey gözlərində ən kiçikdir. Buna gedib çatmaqdır. Ramazan bizdə bu təqvanı formalaşdırmalıdır ki, biz o təqvanın nuru ilə bu qarışıq aləmdə, bu fəsadın, əxlaqsızlığın, əxlaqın tənəzzül yaşadığı bir dönəmdə özümüzü bu mənəvi çirkinliklərdən qoruya bilək, sapasağlam gedə bilək. O kəslərdən olar ki, qad əfləhə mən zəkkəha, nicata çatdı, o kəs ki, özünü təskiyə etdi, saflaşdırdı, paklaşdırdı. Allah Quran-ı Kərimdə buyurur ki, ya eyyuhəl-ləzine əmənu, ey iman gətirənlər, ittəqullah, təqval olun, və əmini bi rəsulihi, Allaha iman gətirin, yu'tikum kifleyni min rəhməti, Allah sizə 2 qat rəhmət verəcək, bəxş edəcəkdir. Və yəcəlləkum nurən, sizin üçün bir nur verəcək ki, təmşunə bihi, o nur sayəsində gəzəksiniz, insanlar içərisində gezəcəksiniz.
Və yəğfirul ləkum. Allah sizi bağışlayacaqdır. Vallahu gafurun rahim. Allah bağışlayandır, rəhm edəndir. Bax, təqva nurudur. O nur ki, insan o nurun sayəsində cəmiyyətdə özünü qoruya bilir. Hər zaman özünü Allahın huzurunda duya bilir. Ona görə də məsələn, haram nə qədər şirinlikləndirsə də onu, onun üçün gözəl görsən də, haram əl uzatmır. Harama belə baxmır. Gəl o məqama çatır ki, heç haram barəsində düşünmür. Ramazan gözəl əxlaqdır. Orucun mahiyyəti gözəl əxlaqa sahib olmaqdır. Biz bu ayda fikir verirsiniz, bax, insanlar kütləvi şəkildə, ən azından yəni iman əhli kütləvi şəkildə Ramazan ayında hamı dəyərlərə tərəf yönəlir. Hamı xeyir əməllərə yönəlir. Çox gözəl bir şeydir bu. Buraya gəlmişsiniz, bax, siz ilahi çağırışla gəlmişsiniz. Həzrət Rasulullah buyurur ki, bu elə bir aydır ki, duaytum fihi ilə ziyafətillah. Bu ayda siz Allahın ziyafətinə dəvət olunmusunuz. Allah hamını dəvət eləyib ziyafətinə. Bəziləri bu dəvəti qəbul eləyib gəlibdir. Siz o kəslərsiniz ki, Allah deyir, cuiltum min əhli kəramətillah. Allahın hörmətli hesab etdiyi insanlardan qərar verilmişsiniz. O kəslərsiniz ki, Allah sizə hörmət qoyub, minnət qoyub, lütf eləyib ki, yığışıb gəlmişsiniz, bu orucu tutmuşsunuz, ilahi ziyafətdə iştirak eləyirsiniz. Kütləvi şəkildə insanlar görsən xeyir işə tərəf yönəlirlər. Kütləvi şəkildə insanlar əxlaqi dəyərlərə yönəlirlər. Bir ay biz xeyir işlərə adət eləyirik. Əxlaqi dəyərləri yaşamağa, ilahi dəyərləri yaşamağa adət eləyirik ki, bu aydan sonra davam eləyə bilək ya bunu. Oruc, necə ki o alimlərdən biri deyir ki, Ramazan deyir əslində, oruc Ramazan bitəndən sonra başlayır. Həqiqət bu da. Ramazan bitəndən sonra bu ruhiyyəni saxlamaq lazımdır. Bu ruhiyyəni axıra kimi davam etdirmək lazımdır. Oruç tutanın mərtəbələri var, dərəcələri var. Bəzən insanlar elə formal oruç tuturlar. Görürsən ki, məsələn, elə qarnını, ağzını yeməkdən, içməkdən qoruyur, özünü şəhvətdən qoruyur. Bundan artıq bir şey deyil oruç bunun üçün. Bu oruc bu olar ki, bunun vacibi yerinə yetiribdir. Boynuna da qəza gəlməyibdir. İlahi əzabdan da buna xilas edəcəkdir. Bu qədər yəni. Ən az həddidir bu, ən azından kifayətlənibdir. Çalışıb, durub o başlarını yeyib, sübh namazını qılıb, iftara kimi də 10 əməlin hamısından çəkinib, iftar olub, iftarını açıb. Ən az qazanacağı nədir? Ən az qazanacağı budur ki, ilahi əzaba düçar olmayacaqdır. Bunu xilas edəcəkdir cəhənnəm odundan bu orucu. Boynunda qəzası yoxdur, kəfarəsi yoxdur artıq. İkinci mərtəbə xüsusi oruç tutanların məqamıdır ki, bu deyilənlərlə yanaşı, yəni o 10 əməl, 9 əməl ki, zahirən oruç tutanlara haramdır, ondan çəkinməklə yanaşı gözünü də qoruyubdur, qulağını da qoruyub, dilini qoruyub, əlini qoruyub, ayağını qoruyub, qəlbini qoruyub, bu bütün üzvlərini günahlardan qoruyubdur. Bu oruç o oruçdur ki, buna vəd olunmuş mükafatlar veriləcəkdir. Şəriət sahibi olan Allah-u Teala ki, vəd eləyib ibadətləri müqabilində mükafatlar var, bu oruca o mükafatı Allah verəcəkdir. Üçüncü məqam ki, daha yüksək məqamdır və bu ən xüsusi insanlara məxsus olan bir məqamdır ki, bunların orucu qeyd olunanlarla yanaşı Allahdan savayı nə varsa qəlb hamısından oruç tutubdur. Qəlb sırf Allaha yönəlikdir. Arif budur. Qəlbi ilə Allahı tanıyıb, çox ibadət etmək deyil irfan. İrfan çox Quran oxumaq deyil, çox zikr etmək deyil, yox. İrfan bütün varlığıyla Allaha yönəlməkdir. Hər an Allahın huzurunda olmaqdır. Hər an Allahın varlığını duymaqdır, hiss etməkdir. Ki bu oruc həqiqi oruçdan bax bunlardır ki, təhcə elə yemək, içmək, göz, qulaq, yox, bu mərhələlər keçi bilər. Qəlb mərhələsində belə, təsəvvür, düşüncə mərhələsində belə yad heç bir şey yoxdur. Bütün yadları qovublar, əğyarın hamısını qovublar. Evdə ev sahibindən başqa heç kəs qalmayıbdır. Ki, qəlb deyir Allahın hərəmidir, Allahın hərəmində Allahdan qeyrisini məskunlaşdırma. Bax, bu oruc
O oruçdur ki, hədis-i qüdsüdə Allah Teala buyurur: "Əs-savmu li və ana əczi bihi." Oruc mənə məxsusdur, mənə aiddir və onun mükafatını da mən verəcəm. Allah orucu özünə nisbət verib. Heç deməyib, məsələn, namaz mənə məxsusdur, həc mənə məxsusdur. Düzdür, bu dediyimiz hədisdir, yəni hədis-i qüdsüdədir. Əs-savmu li və ana əczi bihi. Oruc mənə aiddir və onun mükafatını mən verəcəm. Çünki oruc elə bir ibadətdir ki, Allahdan savayı heç kəs o ibadətdən xəbərdar olmur. Namazdır, həcdir, nə bilim, digər ibadətlərdir. Bunların bir forması var. Yerinə yetirirsən, kənardan da biri görəndə baxır, deyir, bu namaz qılırdı, bu nə bilim, Quran oxuyur, bu filan eləyir. Amma orucda tərkdən ibarətdir. Sən bəzi işləri tərk eləyirsən. Heç nə eləmirsən. Allah səndən tələb eləmir ki, get filan işi gör, filan elə günən, yox. Sənə əmr olunan nədir? Sən yeməkdən, içməkdən, filan işlərdən imtina edəcəksən. Oruc budur. Bu imtina ki, sən etmirsən, bunu Allahdan başqa heç kəs bilmir. Kim bilir ki, məsələn, sən evə gedəndə bir stəkan su içəcəksən, nəsə qida qəbul edəcəksən, heç kəs. Kənara çəkilərsən, heç kəs də bilməz, eləyərsən. Ona görə oruc elə bir ibadət ki, Əmirəl-Möminin əleyhissalamın hədisində də var ki, deyir, oruc bəndə ilə Xaliq arasında olan bir ibadətdir. Xaliqdən qeyrisi o ibadətə şahid deyil. Ona görə də Xaliqdən qeyrisi, Allahdan qeyrisi o ibadətin mükafatını verə bilməz. Həzrət Rəsullahdan da nəql olunan bir hədisdə buyurulur ki, Allah Teala hədisi qüdsüdür buyurdu ki, Adəm övladının hər bir əməlin bir mükafatı var. Yaxşı əməlin 10 qat mükafatı var. Ta 70 qata qədər bu mükafat artırırlar, ta oruca kimi. Oruc bu cür deyil, oruc mənə aiddir və onun mükafatını mən özüm verəcəm. Oruc Allahla insan arasında səmimiyyətin ən böyük zirvəsidir. Burada bilinir ki, sən Allahla səmimisən ya səmimi deyilsən. Dilvə gətirməsən ki, mən oruç tutmuşam, riya mümkün deyil buna qatmaq. Yəni, insan dilinə gətirib deməsə ki, mən oruçluyam, buna riya qatmaq mümkün deyil. Çünki görsənən bir tərəf yoxdur. Bu, sanki formasız, sırf məzmundan ibarət olan bir ibadətdir. Ruhdan ibarət olan bir ibadətdir. Ona görə də bu ruha yönəlik bir ibadətdir. Səmimiyyətin, ixlasın zirvəsidir. Xanım Fatimə Zəhra Salamullahi Aleyhanın xutbəsində də buyurulur ki, Allah Teala orucu vacib etdi və siyamu təsbitən lil ixlas. Allah orucu ixlası təsbit etmək üçün vacib buyurdu. İxlasın zirvəsidir oruc. Buna görə də Allah deyir, hədis-i qüdsüdə deyir ki, məndən başqa ona heç kəs mükafatını verməyəcəm. Mənə aiddir, onun mükafatını mən özüm verəcəm. Bu ayda sən Allah üçün hər şeyi tərk edə bilirsənsə əgər, oruc o zaman Allahla sənin arasında, aşiqlə məşuqun arasındakı bir münasibət əks etdirir. Mövlanənin bir sözü var, dedilər, eşq nədir? Dedi, eşq hər şeyi sənin üçün yaradan Rəbbinə, hər şeyi sənin üçün tərk etdim ya ilahi deməkdir və bunu etməkdir. Allah üçün hər şeyi tərk edə biləsən. Allah üçün yaşaya biləsən, ilahi rəngə boyana biləsən. Bax, ilahi ziyafətdən məqsəd budur. Biz bu oruçda bioloji qidadan imtina eləmiş. Allah bizi ziyafətə çağırıb, dəvət eləyib. Amma bizə heç bir yemək də vermir, aç su saxlayıb, zahiri tərəfimizi aç saxlayıb. İstəyib biz mərifət qidası alaq bu ayda. Allah istəyir ki, biz burada mərifətimizi artıraq, ruhumuzu inkişaf etdirək. Biz bu ayda mənəvi qida qəbul eləyə bilək, ilahi əxlaqla əxlaqlana bilək. Və səqahum Rabbuhum şəraban tahura. İnsan surəsində, Dəhr surəsindədir bu ayə ki, Rəbləri, Allah onları pak şərab içirtdi. Bu dünyada mərifətdir həmin o pak şərab. O ilahi mərifətdir. Həzrət Rasulullah buyurdu, Əbitu ində Rabbi yut'imuni və yusqin. Mən Rəbbimlə gecəliyirəm. O məni yedizdirər, içizdirər. Bu maddi mənada gecələmək deyil. Gecə ariflərin miniyidir. Allaha doğru seyirdə gecə minikdir. Gecə ibadətə qalxarlar.
gözlərin yatdığı vaxtda, hər kəsin yatdığı vaxtda Allah sevənlər, Allah aşiqlər ibadətə qalxarlar. Gecə onlar üçün minikdir. Azuqə də təqvadır. Səfər də uzun bir səfərdə, elə bir səfərdir ki, Əmirəl-Möminin əleyhissalam çəkdi, dedi, tuli səfər və qillətiz zad. Ki, səfər uzun, azuqə azdır. Azuqə toplamalısan. Ramazan bizə azuqə, təqva azuqəsi toplamaq üçün ən münasib bir zaman kəsirdir. Biz bu ayda bax, ilahi ziyafətə dəvət olunmuşuq ki, mərifət əldə eləyək. Allah tanımada yüksəklərə qalxa bilək, çirkinliklərdən arına bilək, əxlaqımız Peyğəmbər və Əhl-i Beytin əxlaqına uyğunlaşa bilsin. Bir sözlə ilahi əxlaqa uyğunlaşa bilsin. İlahi əxlaqla əxlaqlana bilək. O zaman biz bu ilahi ziyafəti layiqincə gəlib iştirak etmiş olacaq ki, ahirətdə bunun savabı nədir? فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ. Heç kəs bilmir ki, onlar üçün göz aydınlığı olacaq nələr gizləndirilibdir, nələr saxlanıbdır. Allah elə bir mükafatlar verəcək ki, nə bir göz görüb, nə bir qulaq eşidib, nə də bir varlığın zehninə, ağlına gələ bilibdir. Allah Teala tuttuğumuz oruçları bizdən ali dərəcədə qəbul eləsin inşallah. Allah Teala bizi bu ayda həqiqi oruç tutanlardan, həqiqi namaz qılanlardan və Allah'ın kitabı, Kur'an-ı Kerim'i həqiqi tilavət edən bəndələrindən qərar versin inşallah. Qalbimizdə olan, dilimizə gələn və ya gəlməyən, barəmizdə xeyirli olan bütün dualarımızı ilahimiz qəbul elə gələn. İlahi şəhidlərimizi, şəhidlər sərvər İmam Hüseyin əleyhissalam və Kərbəla şəhidləri ilə məhşur eylə. Yaralı, xəstə qazilərimizi tezliklə öz sağlıqlarına qovuşdur. Vətənimizi qoruyan əskər və zabitlərimizi düşmənin hiləsindən, gülləsindən amanda saxla. İlahi çətinlikdə olanlara, bağlı qapı arxasında qalanlara tezliklə qurtuluş bəxş eylə. İlahi ruzu çatmayanlara, maddi sıxıntı içərisində olanlara halal, minnətsiz ruzu qapıları aç. İlahi övlad olmayanlara əməli salih, dürüst övladlar nəsib elə. İlahi bütün xəstələri, xüsusilə nəzərdə olan möminlərin iltimas etdiyi xəstələrə tezliklə şəfa inayət eylə. İlahi İslam və müsəlmanları daima uca və qalib eylə. İslam və müsəlmanların düşmənlərini hər yerdə məhv eylə. İlahi bəşəriyyətin xilaskarı Həzrəti Məhdinin zuhurunu tezləşdir. Bizi dünya və axirətdə Muhammed və Ali Muhammeddən ayrı salma. Axirətdə Muhammed və Ali Muhammedin şəfaətindən bizləri binəsib etmə. İbadət və itaatlərimizin qəbul olunması, günahlarımızın əff edilməsi, dualarımızın müstəcab olması üçün Peyğəmbər və pak Əhl-i Beytinə salavat zikr edək.